İlham Əliyev, mənim sənə verəcək övladım yoxdur. Hikmət Həsənov, Zakir Həsənov, nə bilim o zirzibillər, mənim sizə o müdafiə naziri, sizə verəcək mənim övladım yox deyə. Mənim uşağım məndən bugünkü gündə qırğın eləyir ki, mən xidmətə gedəcəm. Dedim, oğul, sən xidmətə gedərsən, sən bilsin ki, Azərbaycan dövlətinə, vətəninə xidmət edəcəksən, get ol. Amma oradakı o rəislər, böylər var, onlar hamısı tərtərdə kişilərimizin başını oynatsıblar, öldürüblər, zorlayıblar, lonlayıblar. Sən bunu bilirsən, oğul. Bildiyiniz kimi iyul prizivləri hal-hazırda hərbi xidmətə çağırırlar. Əskərlər toplanılır vətənə xidmət etmək üçün. Amma o çağırılan əskərlər bizim yetirmələrimiz əziyyətlə, zülümlə böyütdüyümüz uşaqların birinə də dövlət 1 manat da olsun köməklik eləməyib. 1 manat da olsun köməklik eləməyib. Amma gəldi, hazır maldı, götürdü, apardı istifadə eləməyə. Adını da qoydu, vətənə xidmət. Bu xalq, mən başa düşmürəm, deyəsən razılaşıb bu tərtər hadisələrində baş verənlərlə. Validə ananın bu günə qədər etdiyi çıxışlar, o tərtər zərər çəkinlərin valideynləri, özləri, onların bu günə qədər o etdiyi çıxışlarla bu xalq ayılmadı da, bu xalqın belə damarına toxunmadı. Nədir, siz razılaşırsınız ki, İlham Əliyev, sizin hazır yetişdirdiniz o övladı, aparıb verdiniz ona, orada da Hikmət, o pedofil Hikmət Həsənov, Zakir Həsənov, nə bilim Xanlar Vəliyev, o klan ki var, PKK klanı, insan orqanı alverçiləri, onlara verməyə siz razısınız da, deməli, siz ona razılaşmışsınız da hər şeylə. İlham Əliyev, mənim sənə verəcək övladım yoxdur.